من الباب إلى الناس شريف اللهم صل على محمد وآل محمد. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الصلاة والسلام على سيدنا محمد وآله الطيبين الطاهرين ولعن الدائم على أعدائهم أعداء الله من العان إلى لقاء الله. أما بعد، فقال الحكيم في كتاب الكريم: رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقهوا قولي. اللهم صل على محمد وآل محمد. صل على محمد وآله وعجل فرجه الشريف. Allahümme Teala Muharrem və Səfər ayında əzadarlıq məclislərində iştirak edən, əzadar İmam Hüseyin məclislərində hər bir əzadarlıq edən insanların Allah əzadarlığını qəbul eləsin və dünən, bugün və bundan öncəki günlərdə Ərbəin ziyarətində olan əziz mömin və möminə bacı qardaşlarımızın Allah ziyarətini qəbul eləsin. Allah siz əzizlərə Ərbəin, Peyğəmbər, Əhl-i Beyt ziyarəti nəsib eləsin. Və bu dualarımızın müstəcabə etməyinə Peyğəmbər və onun Əhl-i Beytinin Kərbəla şəhidlərinin ruhları ilə bir yerdə səlavat hədiyyə edəyik. Allahümmə salli alə Muhammed. Bugünkü şəhadətin məqamı çox böyükdür. Bugün Fəxr-i Kainat Həzrəti Peyğəmbər sallallahu aleyhi və səlləmin şəhadəti ilə və əziz balası İmam Həsən və İmam Rıza əleyhisselamın şəhadəti ilə bağlı olan bir məclisdir. Niyə görə Səfər ayının axır bu 10 günlüyü əza saxlanılır suallarını cavabım mən cümlədə bir qədər toxundum. Qeyd etdim və buyurdum ki, Səfər ayı həm Peyğəmbərimizin əziz nəvəsinin ərbəinidir, 40 məclisidir və 40 məclisi haqqında danışdıq və həm də İslamın əziz Peyğəmbərinin şəhadət və bir tarixi mənbələrə görə vəfatı ilə bağlı olan məclislərdir. İnsanlarımız cəmiyyətdə hərə bir cür xüsusiyyətdə formalaşır. Hərə bir cür baxışlarla baxır dini dəyərlərə. Bəzi insanlar çetin vaxtlarında, əziyyətli günlərində Allah və Peyğəmbər yadına düşür. Və Allaha, Peyğəmbərə dua edirlər ki, ilahi Peyğəmbər xatirinə mənim müşküllərimi, çetinliklərimi həll edəkinə. Bəzi insanlar Peyğəmbər və Əhl-i Beytin yolunda hər zaman sabit qədəmdirlər. O yolu həmişə seçiblər, ömürlərinin sonuna qədər o yolda sabit qədəmliklərini özlərinə söz veriblər. Bir dəstə insanlar da Peyğəmbər və Əhl-i Beytini seviblər. Sadəcə elə bir müşkülü, çətinliyə düşəndə elə bu sözü deyir: niyə görə mən əziyyət çəkməliyəm, niyə görə mən Peyğəmbər tanıdım, Əhl-i Beyt tanıdım və bunların müqabilində mən sıxıntılara düşmüşəm. Baxaq, Peyğəmbər insanlara nə dəyərləri getirdi, Əhl-i Beyt nə dəyərləri getirdi və Peyğəmbər bu yolda nə qədər əziyyətlərə qatlaşdı. Məgər əziyyət çəkən elə bizikmi görəsən? Sıxıntı görən, müşküllük, əziyyət və insanların bəzilərini tapdığı, bəzi neymətləri tapa bilmədiyi insanlar məgər bizikmi? Məgər Peyğəmbər belə bir əziyyətlər gördü ya görmədi? Baxsaq İslami tarixə, Peyğəmbər həyatına baxsaq və mən bilirəm ki, artıq uzun illərdir ki, biz Peyğəmbər həyatının tarixindən danışırıq, onun hədis və gözəl buyurduğu müdrik kəlamlar, ayətlərdən danışırıq. Allahın Rəsulu da bir insan idi. Hər dəfə namazda deyirik ki,
Peyğəmbərin adını zikr edəndə əbduhu və rəsulü. Allahın rəsulu bir qul idi və bir elçi idi. Elçilik məqamın Allah ona yetişdirmişdi, amma belə bütünlüklə bəşəriyyət Allah qarşısında quldur. Allahın əbdidir, Allahın bəndəsidir. Allahın bəndəsi olmaq özü böyük bir şərəfdir. İnsan o bəndəliyi, o öhdəçiliyi ləyaqətincə yerinə getirər. Ki, insan bilə ki, onun üzərində olan o məsuliyyətlər Allah tərəfindən həvalə olunub, onu dünyaya bəxş edib, onun üçün vaciblər qoyub və son mərhələsində ona verilən missiyaların müqabilində ona böyük bir mükafat veriləcək. İnsanlar var ki, bu mükafatın dəyərini üçün çoxlu uzun müddət gözləyirlər. İnsanlar da var ki, bu gözləmədən özlərini kənarda saxlayıb, səbirləri tükənir və nəticədə hər gördüyü əməlləri itirirlər. Hər bir işi itirirlər. İbadətdən tutmuş, gördükləri yaxşılığa qədər. Siz diqqət eləmişsiniz, bir adam əsəbləşdikdən, bir adam artıq öz əsəbini cilovlaya bilməyən adam ağzına nə gəldi danışır. Və artıq şeytan onu idarə edir və bütün əməllərini, hamısını heç edir. Nəticədə onu elə bir mərhələyə getirir, çatdırır ki, uzun illər özü ki, şeytan ibadət elədiyi bir varlığı insana da məcbur edir ki, insan bu mərhələdə onu dansın və inkar eləsin və nəticəsini də alır. Ona görə hər bir insan Allah tərəfindən yer üzərinə göndərilir. Peyğəmbəri də, adi insanlarımız da, məsumlar da, övliyalar da, hər bir bəşər o məqama yetişmək üçün öz əməlləri müqabilində çatır. Allah Peyğəmbəri dünyaya getirəndə Peyğəmbər məqamında yetişdirmişdir. Amma Peyğəmbər o inamı, o doğruluğu yaşaya-yaşaya gördü. O etimadı yaşaya-yaşaya göstərdi. Elə bir adama vəzifə vermirsən, bir adama məqam vermirsən və o vəzifə verdiyin insanı daha dolğun onu vəzifəsindən sonra tanıyacaqsan ki, o vəzifəsində insanlara qarşı nə qədər insanları dəyərləndirir və nə qədər insanlara yuxarıdan aşağı baxır, nə qədər insanlara sadə həyat bəxş edir. Allah da seçdiklərini belə seçir və seçdikləri içərisində bilir ki, bu bəndə Allahın buyurduğu əməlləri ləyaqətincə yerinə getirən bir şəxsiyyət olacaq. O elə belə insan olmayacaq. O insanlıq zirvəsində çətinlikləri səbirlə dözüb, təmkinlə dözüb, ali məqama gəlib yüksələ biləcək. Ona görə möhtərəm möminlər, hər bir insan, istər qadın, kişi fərq etməz. Hər bir insan dünya həyatında sıxıntı, əzab, əziyyət yaşamalıdır. İnsan o sıxıntıları yaşamasa, xoş günlərin dəyərini bilməz. Biz hər birimiz uşağından böyüyünə qədər, mən diqqətimdədir, uşaqlar da o pandemiya dönəmində, sıxıntı dönəmində evdə oturmaqdan bəzi uşaqlarımız da bezmişdilər ki, bizim üçün nə qədər bu ev, bu dörd divar olacaq, biz haçan çıxacaq bayram. Bu bir sıxıntıdır və bu sıxıntıda isə Allaha çoxlu həmd sənə etmək lazımdır. Çoxlu şükürlər etmək lazımdır və o mərhələdən keçəndən sonra heç də düşünmə ki, bir də ora qayıtmayacaqsan. Yəni, İnsan həyatı belədir ki, Allah onu imtihanlar, onu sınaqlar içərisindən ali bir zirvəyə çatdırır. İslamın əziz Peyğəmbəri ən çox çətin həyat keçidən bir şəxsiyyətdir. Peyğəmbərimiz uşaqlıq dönəmi bir cür. Belə desək, uşaqlığında Peyğəmbər öz əzizlərini, valideynlərini itirdi. Yəni, Peyğəmbərin böyücü, Peyğəmbərin anası, Peyğəmbərin atası uşaqlıq dönəmindən olmadığı üçün Peyğəmbər babası, əmisi ona himayədarlıq edir.
İnsanın formalaşması üçün, insanın sıxıntılardan, əziyyətlərdə o sıxıntılardan rahat keçməsi üçün valideynin böyük bir rolu var. Yəni, ana, ata böyük bir varlıqdır uşaq üçün. O öz balasını nə qədər pis olsa sevəcək. Peyğəmbərimiz uşaqlıq çağından valideynlərini itirir, amma Allah onu seçir. Bəzən görürsən ki, belə bir söz deyirlər. Bir adamın uşağı, valideynləri dünyasını dəyişəndə uşaq ikən, ana, atası dünyasını dəyişəndə deyirlər, bu uşaq yetim qaldı. Amma Əli əleyhissalam buna gözəl bir söz deyir. Deyir, yetim anası, atası ölənə deməyin. Yetim ağlı olmayan insanlardır. Yetim əxlaqı olmayan insanlardır. Yetim mənəviyyatı olmayan insanlar həqiqətən yetimdir. Onlar üçün bəzən ata-ana olsa da, əxlaqı yoxdursa bu yetimdir. Ədəbi yoxdursa, əqli yoxdursa bu yetimdir. Peyğəmbər sallallahu aleyhi və səlləmin isə Allah mütəal verdiyi neymətlərdən səmərəli istifadə elədi. İnsanları səbirlə, təmkinlə, əqli düşüncə ilə, insanları əxlaqı dəyərlərlə Peyğəmbər ali bir məqama getirdi, çatdırdı. İslamın əziz Peyğəmbəri ömrünün 40 yaşına qədər çəkdiyi o əziyyətlərə rağmen ondan sonra Peyğəmbərlik zirvəsi daha da bir çətin dönəm oldu. Peyğəmbər sallallahu aleyhi və səlləm 23 il ərzində bütün dünyaya İslamı tanıtdırdı. Bütün dünya Peyğəmbərin aşiqi oldu. Bütün dünya ona nazil olan ayətləri qəbul elədi. Bu asan bir məsələ deyil. Peyğəmbərin əxlaqı, dəyərləri, Peyğəmbərin ki, o vaxtları, o saatları, gecəsin, gündüzün insanlara sərf elədi. Buna rağmen 100-dən çox müharibə Peyğəmbər apardı. Böyük bir müharibələrə Peyğəmbər o zalimlərlə imza atdı və o müharibələrin bəzilərində qalibiyyət, bəzilərində nə qədər şəxsiyyətlərini itirdi. Buna da rağmen yenə də Peyğəmbər səbr elədi, dözdü və insanların hidayət olmağı üçün bütün ona əziyyət verən insanların hər birini fərdi şəkildə bağışladı. Onun əzizlərini öldürəni, ona zülm eləyənlər, ona sıxıntı verənlər, onun ətrafında iman getirənlər, Məkkə şəhərini bütxanaya çevirənlər, tacirlər, hər birini Peyğəmbər əfv elədi, bağışladı. Bu Peyğəmbərin ən böyük humanistliyi idi ki, insanları özünə tərəf cəlb elədi. Peyğəmbər seçildiyi bəlli idi, Peyğəmbərlik zirvəsində idi. Və bütün Peyğəmbərlər seçilmişlərdir. Və bütün Peyğəmbərlər Allah tərəfindən əmirləri alanlardır. Amma buna baxmayaraq, o Peyğəmbərlərlə İslamın əziz Peyğəmbərinin məqamı, səviyyəsi bu idi ki, Peyğəmbər əxlaqi keyfiyyətlərinə onlara nümayiş göstərdi ki, yəni nə qədər çətinliklər olmağına baxmayaraq, nə qədər sıxıntı olmağına baxmayaraq, mən səbr edib dözəcəyəm və sizin bu sıxıntılarınız müqabilində mən sizi əfv edəcəyəm. İslamın əziz Peyğəmbərinin bilirsiniz ki, başına zibil də tökdülər, ayağının altına tikan da tökdülər. İslamın əziz Peyğəmbərinə zülm elədilər, ətrafında olan əzizlərinə zülm elədilər. Məkkədə evini belə dağıtdılar. Amma bunların hamısına Peyğəmbər səbirlə, təmkinlə dözdü. İnsana nə qədər əziyyət verəsən ki, insan nə qədər dözər. Bunu Peyğəmbər bacardı. Onun üçün Allah deyir, və ma ərsəlnəkə illə rəhmətən lil aləmin. İnsanlar üçün yox, bütün aləmlərə sən Peyğəmbər gəlmişsən. Bütün aləmlər səndən razı idi. Bütün aləmlərdə olan böyük, ali məqamlar səndən razı idi. Sənin səbrin müqabilində, əxlaqi keyfiyyətlərin müqabilində, mənəviyyatın müqabilində hər biri baş əydi. Hər biri səbirlə, təmkinlə dözdü. Bilirsiniz, Peyğəmbərlərimiz 124 min Peyğəmbərin hər biri Cənab-ı Cəbrail Allahın müqərrər məlaki ilə təmasda olub. Onlar Peyğəmbər birbaşa Cənab-ı Cəbrail vasitəsilə Allahın əmrlərini eşidiblər. Cənab-ı Cəbrail onlara ayə-ayə, söz-söz, kəlmə-kəlmə, səhvə-səhvə onlara hökmləri çatdırır.
Bu bir peyğəmbərlərlə mələikə, Allah arasında olan bir sirridir. Necə danışıb, ne cür danışıb, hansı mərhələdə danışıb, bunlar da ayələrdə keçir. Biri ilə dağda danışır, biri ilə evində danışır, biri ilə mağarada danışır, biri ilə səhrada danışır. Peyğəmbərlərin hərəsi ilə bir cür Cənab-ı Cəbrail Allahın hökmlərini çatdırıb və təmasda olur. Amma Allahın Rəsulu ilə bütün mələikələr danışır. Cənab-ı Cəbrail, Cənab-ı Mikail, Cənab-ı Əzrail, Cənab-ı İsrafil. Bütün mələikələr sonuncu Xatəmül Ənbiya ilə danışır. Və o Peyğəmbərə bu ehtiram, bu hörmət Allah tərəfindəndir. İndi düşünək, bəzi adamların düşüncə tərzi var ki, bu Xatəmül Ənbiya idi, sonuncu idi. Bəlkə buna görə Allah Xatəmül Ənbiya olduğu üçün ona bu qədər böyük məqamları verib. Xeyr. Allah mütəal Xatəmül Ənbiya olmağı ilə yanaşı bu peyğəmbərlər Həzrəti Rəsul-i Xuda fərqli peyğəmbərlərdən, imtihandan həmişə ali və uca məqamda keçib gedib. Peyğəmbərə deyilən sözlər, özündən sonra gələcək hadisələr, Peyğəmbərin başına gələn müsibətlər, Peyğəmbərimizdən öncəki peyğəmbərlərə olan müsibətləri Peyğəmbər bu cürlə nəql edir. Hər bir peyğəmbər insanları himayədar etmək üçün, onları hidayət eləmək üçün, onlara dəstək vermək üçün, onları zülmətdən nura çıxartmaq üçün gəlib. Və mən də bu insanların içərisində Peyğəmbər zirvəsinə bunun üçün seçilmişəm. Bu ali zirvəyə buna görə yetişmişəm. Amma mən heç bir peyğəmbərin peyğəmbərlik zirvəsini, ona nazil olan müqəddəs kitabı inkar etmək üçün gəlməmişəm. Onları təsdiqləmək üçün gəlmişəm. O kitablar da var, o peyğəmbərlər də gəliblər, onlara nazil olan səhifələr, onlara nazil olan sözlər həqiqətdir və o dinlərə hörmətsizlik etmək, böyük mütəal Allaha hörmətsizlik etməkdir. Çünki o sözlər Allahın sözləridir. Allah bu cür istəyir o peyğəmbərlərin dönəmində. Peyğəmbərlər də bunu deyirlər. Misalən biz baxsaq, xaspərəst aləmi, yəhudiçilik, digər dinlərin hər biri peyğəmbərimizə, dini dəyərlərimizə hörmətlə yanaşır. Ona görə ki, İslamın əziz peyğəmbəri də o dinlərə hörmətlə yanaşır. Və bu ildə Ərbəin ziyarətində, xaspərəst aləmindən də və digər dinlərdən də olan nümayəndələr İmam Hüseyin əleyhissalamın hərəmi Kərbəlanı ziyarətə gəlmişdir. Ne üçün? Çünki onlar da bilirlər ki, dini dəyərləri bu şəxsiyyətlər qoruya bildilər. Allah Peyğəmbər hökmləri yolunda bu insanlar canlarını fəda edə bildilər. Ona görə onların qarşısında baş əyib və öz borclarını yerinə getirirlər ki, sağ olun ki, nə yaxşı sizlər var idiniz. Nə yaxşı ki, sizlər dini dəyərləri qorumaqda canınızı fəda eləməyə birinci hazır dayandınız. Və bu Peyğəmbərin əxlaqi dəyərləridir. Hər bir Peyğəmbərin ailəsi, evladı, onun uşaqları olub. Peyğəmbər evladı olub ki, Peyğəmbərin sözünə qulaq asmayıb. Peyğəmbər evladı olub ki, kafirlərə qoşulub. Peyğəmbər evladı olub ki, Peyğəmbərin özünü inkar edib, yəni atasını inkar edib. Belə məsələlər olub. Amma İslamın əziz Peyğəmbərinin balaları, onun əzizləri, ona o əziz nəvələri elə bir məqama çatıblar ki, Allah onları cənnət cavanları adlandırır. Ne üçün? Çünki əməli cəhətləri ilə. Onlar o qədər dini dəyərlərə möhkəm və iradəli şəkildə dayanıblar ki, bugün İslamı tarixə baxsa, Allah seçdikləri, Allah bəyəndiklərin içərisində heç bir şəkk şübhə yoxdur. Burada heç bir şəkk şübhə yoxdur. Deyirik ki, Həzrət İmam Həsən İmam Hüseyin cənnət cavanıdır və nəticəsini görürük həqiqətən də. Bunların elədikləri dünya qurulandan bu günə qədər heç bir bəndə eləməyib. Kim keçib ailəsindən, balasından, əzizindən, körpəsindən və kim dinin yolunda canını fəda edib, kim dinin yolunda insanları qırğına verməmək üçün, insanları müharibəyə atmamaq üçün,
insanlar üçün sülh sazişinin müqaviləsini bağlayıb. Bunlar hamısı Peyğəmbərin keçdiyi yollar idi ki, onun balaları da bu yolun bariz nümunələri oldular. Ona görə biz bütün dəyərlərimizi İslamın əziz Peyğəmbəri və onun əhl-i beytindən alırıq. Bugün o əhl-i beyti tanımaqda, bugün Peyğəmbəri tanımaqda biz hələ də bəzi məsələlərdə özümüzü gerilərik, özümüzü geridə bilirik. Bəzi adamlar Məhərrəm səfər ayında və xüsusən bu səfərin 10 günlüyündə çox narahatdılar. Ne üçün? Ona görə narahatdılar ki, İmamın Kərbəla şəhidlərinin ərbeyini qurtardı, Məhərrəm qurtardı. İmamın faciəsi, İmamın hüzünlü günləri, çetin günləri qurtardı. Bəs bizim Peyğəmbərimiz bu yolun bariz nümunəsidir. Bütün dünya Həzrəti İsa'nın qeybə çəkilməyi haqqında məlumatlar deyir. Bir dəstə alimlər onun qeybə çəkilməsi, bir dəstə alimlər onun öldürülməsi haqqında məsələlər iddia irəli sürürlər. Və söz budur ki, onun mövludu da, onun çəkilməsi də böyük bir tədbir keçirilir və böyük bir dünyada insanlara tanıtdırılır ki, bu Peyğəmbərlər bu işi görüblər. Biz öz İslami dəyəri, malik olan İslamın Peyğəmbərinə nə qədər biganə yanaşırıq. Halbuki dünya onun heyranıdır. Biz öz Peyğəmbərimizi sevməsək, biz öz Peyğəmbərimizə sevgimizi biruzə etməsək, nümayiş etməsək, bizim tərifimizi, bizim Peyğəmbərimizin əxlaqi dəyərlərini, o sevgini bizə heç kim yaşada bilməyəcək. Gərək biz Peyğəmbərimizi ləyaqətincə sevib, o sevgini qəlbimizdə həmişə yaşadaq. Çünki Peyğəmbər bizim dar günümüz, Peyğəmbər bizim sevincli günümüz, Peyğəmbər bizim qəmli günümüzün yoldaşı yox, daimi yoldaşdır. Daimi bizimlədir. Bütün əməllərimizin o şahididir. Bütün görülən işlərin o şahididir. Və bir gün İslamın əziz Peyğəmbəri məhşərdə, dayandıqda, ümməti haqqında söz deyildikdə, Peyğəmbər heç də o insanların haqqında pis təəssüratda olmayacaq, onların əffini istəyəcək, necə ki, ömrünün son anlarında istədi. Ömrünün son anlarında İslamın əziz Peyğəmbəri ümmətimi bağışda gələcək və görünəcək insanların hər birini bağışda. Allahdan Peyğəmbərimiz biz yaşayan və yaşayacaq insanların əffini istəyir. Bir Peyğəmbər ki, bu qədər böyük bir insanlar üçün ömrünü hədər eləyir, yaşayır və istəyir ki, o insanlar bağışlansın, istəyir ki, o insanlar ali zirvələrə çatdırılsın. Niyə görə biz Peyğəmbərimizi sevmirik? Hansı tarixə baxsaq belə bir şəxsiyyətin hadisəsini görə bilərik? Yalnız İslamın əziz Peyğəmbəri ömrünün son anlarında Cənab-ı Əzraillə onun xüsusi söhbəti, ömrünün son anlarında Cənab-ı Cəbraillə onun xüsusi söhbəti, ömrünün son anlarında onun vəsiyyətləri hər birinə tarixdə vərəqlədikcə insan öz həyatı baxışlarına baxır, görür ki, nə qədər böyük bir şəxsiyyəti biz itirmişik, nə qədər böyük bir şəxsiyyət bizi sevib və nə qədər biz ona sevgimizi nümayiş etdirmişik. Peyğəmbərin adına salavat zikri deyəndə bəzi insanlar var, görürsən ki, məclisdə, hansısa bir yerdə, elə ürəyində, nəvazişdə, yavaşca o salavatı deyir. İnsanlar da var ki, ürəkdən o salavat zikrini deyir. Allahın salamı, salavatı Peyğəmbər və onun əhl-i beytinə olsun. Bunu ürəkdən deyir. Bunlar hər biri bizim həyatımızda önəmlidir. Nə qədər Peyğəmbəri zikr eləmirsən, nə qədər ona yaxın dayanmısan. Bir insanı mən sevirəm sözünü deməklə kifayətlənmir. Gərək sevgini əməlində göstərəsin. Əməlində göstərmək isə yalnız onu Allahın və sən bilə bilərsən. Ətrafda olan insanlar etsən, o olar dünyada riya. İnsanlara göstərmək,
insanlara təkəbbür göstərmək, insanlara lovğalıq etmək, adam var deyir, mən namaz qılıram, adam var deyir, mən Peyğəmbərim üçün belə ehsan edirəm, bu cür eləyirəm. Məlumdur ki, əgər bunların niyyəti dünyada özlərini bu yolla tanıtdırmaq istəyirlərsə, ona çatacaqlar. Ona yetişəcəklər və yetişiblər. Adam var, Peyğəmbərin adı ilə məclislər qurur, adamlar yığır başına, onunla hörmət nüfuz qazanır. O ona yetişdi, dünyada elədiyinin mükafatını aldı. Amma ahirət mükafatı yoxdur burada. Burada mükafat yalnız Allaha görə olmalıdır. Elədiyin əməllər, gördüyün işlərin mükafatın, əcrin o verəcək sənə inşallah. Və heç də insanlar qəm yeməsinlər ki, mən gördüyüm işlər haçan görəsən ortaya getiriləcək. Əgər ahirəti yəqinliyin varsa, ahirət anlayışına, biganə yanaşmamsansa, bunu mütləq görəcəksən. Gec və ya tez mütləq görəcəksən və Peyğəmbər, onun əhl-i beyti səni necə qarşılayacaq o sirat körpüsündə, onda görəcəksən ki, bəli, sən nə qədər Peyğəmbər və əhl-i beytini sevmirsən, nə qədər onlara yaxın dayanmısan. Ona görə bugünkü Peyğəmbərin ömrünün son anı, Allahın ona ən böyük lütfü və iradəsi bu oldu ki, Peyğəmbərimizə ömrünün son anında ona ehtiram olaraq, ona böyük dəyər verilərək Allahın Rəsuluna Cənab-ı Əzraili qapısına göndərir. Tarix yaranandan bu günə qədər, bəşər evladı yaranandan bu günə qədər bir dənə Peyğəmbərlər sırasında Allah Üzeyr Peyğəmbəri öldürüb, dirildib. Qur'anı Əl-Bəqərə surəsinin 251-52-ci ayətlərində keçir. Allah Üzeyr Peyğəmbəri necə öldürüb, nə üçün öldürüb və nə üçün dirildib səbəbi ortadadır. Üzeyrin ki, qəlbindən keçirilən şəkkinə görə Allah onu 100 il yatızdırır, öldürür və 100 ildən sonra onu ayıldır. Və 100 ildən sonra ayıldanda da Allah ona nişan verir ki, ey Üzeyr, burada yatdığın müddət nədir, qaldığın müddət nədir, neçə ildir qalırsan, neçə saatdə qalırsan. Üzeyr Peyğəmbər deyir, ya bir saat, ya bir neçə saatdır qalıram. Amma Allah ona nişan verir ki, ey Üzeyr Peyğəmbər, 100 ildir sən burada qalırsan. Peyğəmbərlər sırasında ölüb dirilən də var. Peyğəmbərlər sırasında Allahla birbaşa Cənab-ı Cəbrail olmadan danışan Peyğəmbərimiz Həzrəti Musa da var. Peyğəmbərlər sırasında Allahın dostu Həzrəti İbrahim də var. Hər Peyğəmbərin bir məqamı var idi. Amma Peyğəmbərlər sırasında dünyada yaradılış aləmində yaranmışların dilini bilən də var idi. Süleyman Peyğəmbər idi. Amma Peyğəmbərlər sırasında bu qədər Peyğəmbərlər yaşadı, onlar üçün ölüm vaxtında qapısını döyən Allah mələkə göndərmədi. Misalən, dediyi mələ bu Həzrəti Süleyman Peyğəmbər elə ömrün vida eləmişdi ki, tarixdə bilirsiniz də, Süleyman Peyğəmbər həm də şah idi. Öz ağacına söykənir, dayanır, Allah ömrün onun tamamlatdırır. Cənab-ı Əzrail onu qəbz ruh edir. Elə dayandığı halda ölür. Ağaca dayandığı, söykəndiyi üçün elə o cürdən də dayanır. Cəmaat keçir yanından, yörəsindən. Deyirlər, Həzrət Süleyman nə üçün bizə belə baxır? Cəsarət edib söz deyə bilmirlər. Tarixdə var ki, bir gün, bir neçə saat, bir günə yaxın belə qalır. Onda ki, Süleyman Peyğəmbərin ağacının altını qarışqa olur, taxta gedəndən sonra Süleyman Peyğəmbər yıxılır, bilirlər ki, Peyğəmbər ömrünü tamamladı. Ölümə baxar, əyaq üstə. Amma demir Allah ona ki, Cənab-ı Əzralə demir, ged onu qəbz ruh elə. O boyda şah, sonunda nə? Ölümü bu cürdə. Peyğəmbər ölümü bu cürdə. Amma Cənab-ı Əzrailə Allah deyir ki, ey Əzrail, ged Peyğəmbərin qapısını döy. Ona behişdən salamımı yetişdir. Behişdə onun üçün gözlətdiyimizi xəbər ver. Allahın səlamını xüsusi çatdır. Elə qəbz ruh elə ki, Peyğəmbər narazı qalmasın.
İndi baxaq görək Peyğəmbər necə danışır. Qapı döyülür, xanım Zəhra rivayət edirlər ki, deyir, qapı döyüldü, dedim, sən kimsən? Qapını döyən kimdir? Dedi, qapını döyən bir ərəbdir, gəlib Peyğəmbəri ziyarət eləsin. Dedi, Peyğəmbər narahatdır, ey ərəb, get, sonra gələrsən. Bir neçə dəqiqə keçdi, yenə də qapı döyüldü. Dedi, kimdir qapını döyən? Dedi, bir ərəbdir, gəlmişəm Peyğəmbəri ziyarət eləyən. Deyir, qardaşım, əzizim, Peyğəmbərin vəziyyəti yaxşı deyil, narahatdır Peyğəmbər. Peyğəmbər çox narahatdır. Dedi, Peyğəmbər narahatdır, bilirəm, amma mən gəlmişəm onu ziyarət eləyəm. Dedi, axı, mən deyirəm, axı, Peyğəmbər narahatdır. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir, qızı xanım Zəhranı çağırdı. Dedi, ya Zəhracan, yaxın gəl. Qapının döyültüsü dayandı. Dedi, ya Zəhracan, yaxın gəl. Qapını döyən elə bir şəxsiyyətdir ki, o heç kimin qapısını döymüyor. Dedi, kimdir? Ya Rəsulallah. Peyğəmbərin qızı xanım Zəhra atasına ata deyə müraciət eləmir. Ey Allahın Rəsulu deyirdi. Çünki o Peyğəmbəri o cürlə qəbul etmişdi. Və Peyğəmbər əxlaqı ilə əxlaqlanan bir xanım Peyğəmbərin hər zaman ehtiramını saxlamışdı. Bugün evladlarımız var, bir sözü qəbul edir, birini qəbul etmir. Hər bir ata, hər bir valideyn görsək, evlad məsələsinə gəldikdə müəyyən narazılıqları var. Oxumuşunda da, savadlısında da, savadında da hər bir valideynin müəyyən evlad məsələlərində narazılıqları var. Amma Peyğəmbərimiz deyir ki, qızım Zəhraya mən salam verdikdə də, onu evini ziyarət elədikdə də, onun olan balalarına olan diqqəti, qayğısı, atasına olan qayğısında heç bir narazılığım olmadı. O nə etdisə düz elədi. Onun üçün Allah deyir ki, ya Peyğəmbər, xanım Zəhraya mənim salamımı çatdır. Çünki Peyğəmbər dediyim kimi uşaqlıqdan əziyyət çəkirdi, əzizlərini itirmişdi. Peyğəmbərin sığınacağı, Peyğəmbərin dünyada sevinəcəyi yer, onun dayağı qızı xanım Zəhra idi. Ailədə xanım Zəhra idi. Peyğəmbərin ondan başqa sevdiyi yox idi. Əli əleyhissalam onun əzizi, canişini idi. Amma ailə kimi Peyğəmbər qızını çox sevirdi. Öz balası idi, öz əzizi idi, onu çox sevirdi və o sevgiyə də xanım Zəhra layiqli idi. Deyir, dedi, ya Peyğəmbər, ya Rəsulallah, mən qapını açmaq istəmirəm. Mən istəmirəm sən heç kim narahat eləsin. İstəyirəm, qoy rahat olasan. Ömrünü bəşəriyyətə həsr elədin, bir neçə dəqiqədə rahat ömür yaşayasan, rahat, sadə və sıxınsız ömür yaşayasan. Dedi, qızım, ya Zəhrasan, get qapını aç ki. Artıq ömür dediyin anlayış tamamlanıb. Ömür tamamlanıb. Ya Zəhrasan, bilirsən, mən sənə bütün sözlərimi demişəm, vəsiyyətlərimi eləmişəm. Və mənim artıq ömrüm tamamlandığı dəqiqələrdir. Artıq bunu sən gecikdirirsən. Xanım Zəhra salamullah deyir, indi bir evlada deyəsən ki, atanın ömrü tamamlanıb, ged qapını aç, qapını açdı, Əzrail qəbzruh edəcək. Bu çox çətin məsələdir. Və bunu qarşılamaq, bunu qəbul eləmək çox çətin məsələdir. Amma Peyğəmbər qızı Allahın əmrinə müntəzir bir qız idi. Allahın əmrinə baş əyən bir xanım idi. Və o nə edirdisə Allaha görə edirdi. Və bir halda ki, Allah bu cür istəyib onunla barışırdı. Və xanım Zəhra salamullah deyir, mən qapını açanda elə bir böyük bir səslə içəri nəsə daxil oldu, gürültü ilə, amma mən özümdə olmadım, qəşş elədim, özümdən getdim. Bir halda ki, ayıldım, artıq gördüm ki, atam dünyada yoxdur, atam ömrün tamamladı.
Cənab-ı Əzrail isə gəldi Peyğəmbərin müqabilində dayandı. Dedi, Allahın səlamı olsun. Bütün Peyğəmbərlərin salamı olsun. Behişdən sənə salamlar var ya Peyğəmbər. Bütün aləmlərin salamı var sənə ya Peyğəmbər. Peyğəmbər salama cavab verdi. Dedi, ey Allahın can olan mələki, səndən bir dənə xahişim var. İndi görün Peyğəmbər nə deyir? Dedi, bir xahişim var. Ölüm sənin əlindədir. Allah bunu sənə həvalə edib. Yaşayacaq ümmətimi dünyadan aparanda, onları qəbizruh eləyəndə, asancılıqla elə, onlara əziyyət verməkdir. Dedi, ya Resulallah, bu dediyin əmir, bu dediyin söz mənim üçün qiyamətə qədər qaldı və bu cür edəcəyəm. Və Peyğəmbəri qəbizruh elədi. Allaha zikirlər eləyən, nur içində olan əziz Peyğəmbərimiz əbədi olaraq bu dünyaya göz yumdu. Və Peyğəmbərin şəhadət və vəfatı ilə İslamın əziz Peyğəmbərinin qızı, əziz canəşini, əziz əmsi oğlu Əli ibn Əbi Talib, əzizləri hüzün içində oldu və bu neçə gün, neçə ay Peyğəmbərin ailəsini ziyarət edən olmadı. Mən bir söz deyim, adi bir insan görərsən, bivaris dünyasını dəyişəndə biz məclislərdə iştirak edirik. Ən azından orada 30, 40, 50 adam iştirak edir. Yəni, ətraf cəmaat yığışır ki, bunun heç kimi yoxdur. Amma Peyğəmbərin dəfnində bilirsiniz neçə nəfər adam oldu. Bütün ümmətin xilaskarı, bütün ümmətin Rəsulunun dəfnində 4-5 insan iştirak edir. Təsəvvür edirsiniz, Peyğəmbərin bugün milyonlarla zəvvarı, milyonlarla insan illər onun zəvvarı olan bir Peyğəmbər torpağa 4-5 adamın vasitəsilə tapşırılır. Bu sonda Peyğəmbərə verilən dəyər, bu sonda Peyğəmbərimizə verilən məqam. Onun üçün Allah onun dünyaya gəlişində, dünyadan gedişin də sadə və insanlar hər biri bundan sonra dərk elədilər ki, biz hansı bir varlığı itirdik, hansı bir şəxsiyyət itirdik. Bütün dinindən, irqindən asılı olmayaraq, bütün insanlar onu ölümündən sonra tanıdır. Bax, dünya belədir, dünyanın vəfasızlığı budur. İnsan öləndən sonra dəyərləndirilir. O ki, insan ki, həyatda olmadığında, onun yeri, onun sözü, onun əməli, onun hərəkəti ortaya getiriləndə, ondan sonra ona böyük bir dəyərlər verilir. Və bu dəyərlər isə Allah üçün yox, o adamların özlərinin verdikləri dəyərlərdir və onlar ki, nə qədər özündən qabaqçılara dəyər verirsə, onlar da o qədər dəyərləndiriləcək. Çox təəssüf olsun, elə dünya budur. Peyğəmbərimizə də belədir, insanlığa da, bəşəriyyətə də belədir. Biz nə qədər böyük şəxsiyyətlər itirmişik. Hərdən insanlar narazı halda bu sözü deyirlər ki, biz yaşadıq, ömür sürdük, xəstə vaxtda bizi heç kim gəlib ziyarət eləmədi. Ölümündən sonra evlatları deyir, hər bir adam gəldi, mənə deyəydin, bu cür edəydin, bu cür. Ölümündən sonra dəyərli oldu. Həyat budur. Onun üçün insan bu dünyada, vəfasız bir dünyada Allah deyir, yaşayırsınızsa, ömrünüzü bu dünyada hədər edilsinizsə, çalışın o ömrü, o hədəri Allaha görə edin. Və Allah isə hər bir dəyəri mükafatlandırandır. Peyğəmbərimizin də məqamı mükafatlandırıldı Allah tərəfindən. Məsumlarımızın da bu günləri dünya İmam Hüseynin ziyarətinə axın milyonlarla gəlir, vacib olmayan ziyarətə bu qədər insanın gəlişi səbəbi bir dənə mərhələsi var. Allahın iradəsi, Allahın insanlara verdiyi dəyər və mükafatdır. Onun üçün bugünkü günlər İslamın əziz Peyğəmbərinin şəhadətin hər bir mömin gərək dünyada işıqlandıra. O Peyğəmbərin şəhadəti ilə bağlı ətrafında, yaxınlarında, əzizlərində, dostlarına hər birinə deyək ki, bizim Peyğəmbərimiz bugün həyatdan köçüb, yoxdur Peyğəmbərimiz. Biz böyüyümüzü itirdiyimiz bir gündür. Dinimizin sütunu,
dinimizin dəyərini itirdiyimiz bir şəxsiyyətdir. Eynən zamanda İmam Rıza əleyhissalam, İmam Həsən əleyhissalamın şəhadətləri və bu səfər ayına düşdüyü üçün və son günlər bizim üçün çox hüzünlü günlərdir. Və bu insanların İslam'a olduğu dəyərlər Peyğəmbərdən sonra böyük bir dəyərlər idi. Mən İmam Rıza əleyhissalamdan da, İmam Həsən əleyhissalamdan da bir neçə kəlmə deyib sözümə xatimə verəcəyim. İmam Həsən əleyhissalam elə bir məsum idi ki, atası İmam Əli ibn Əbi Talib əleyhissalamdan sonra nə qədər əlləşdisə dini dəyərləri Peyğəmbərin prinsipləri ilə aparsın və o dini dəyərləri insanlara gözəl şəkildə müharibəsiz, odsuz, alovsuz çatdırsın. Amma heç cür mümkün olmadı. Allah lənət eləsin, Maviyyə ilə sülhlə bağladı. Danışıqlar da elədi, buna baxmayaraq zalimlər isə heç də dayanmadılar. Hər zaman dini dəyərlərə toxundular, İslamın aradan getmək üçün münaqişə və mübarizəyə qatlaşdılar. Və sonda Hz. İmam Həsən əleyhissalamı öz xanımının əli ilə zəhərlədilər. İmam Rıza əleyhissalamın tarixi hadisələrinə baxsa, İmam nə qədər Məmundan uzaqlaşdısa, Məmunun hakimiyyətindən uzaqlaşdısa və İslami dəyərləri, dini dəyərləri aşılayıb insanlara çatdırdısa, insanlar Məmunun ətrafında olmadığı üçün, Məmun o sevgini qazanmadığı üçün hədəfi İmam Rızanı öldürmək oldu. Və imamı öz sarayına çağırıb ona əziyyət vermək istədi, ona zülm eləmək istədi, sonda hiləsi ortaya getirildi, onu zəhərlə şəhadətə çatdırdı. Bütün məsumlarımız ömürlərin bax belə keçirdilər. Allah mütəal bizi Məhərrəm və Səfər ayında əzadarlıq məclislərində, Peyğəmbər Əhl-i-Beyt yolunda keçirdiyimiz hər bir əzadarlığı ali dərəcədə qəbul eləsin. Bizdən bu məktəbdə sabit qədəmlik Allah nəsib eləsin və bu yolda bizi ayrılmaz qərar versin. Allah İmam Əz-Zaman ağanı başda olmaqla bütün Əhl-i-Beyt sevənlərin Peyğəmbər Əhl-i-Beytinin şəhadəti ilə bağlı səbri, təmkin nəsib eləsin. Allah Teala bu yolda bizi axır nəfəsimizə qədər Peyğəmbər və Əhl-i-Beytsiz ayrı salmasın inşallah. Dualarımızın müstəvazı etməyinə Peyğəmbər Əhl-i-Beytinə münəvvər səlavat hədiyyə edir.